Rəhman Fətəliyev yazı salam, Ramazan ayı niyyəti necə edilməlidir? Zəhmət olmasa kömək edin. Mən bilən yaman fikir suallar verirsin. Ramazan ayının orucunu turub qürbətən ilə Allah qutardı getdi. Heç nə, elə bu niyyətdir də oruca qalxmısınızsa səhər lazımdır ki, deyəsiniz ki, mən oruc tuturam qürbətən ilə. Oruca qalxmağınız, imsak eləməyiniz, indi oturub xütbəni dinləməyiniz, oruc tutursunuz da. Allah qəbul etsin. Zaur Əliyev yazır, selamun əleykum. Soruşmaq istəyirdim, imsaka 2 saat qalmış, imsakı edib yatsam bu qəza sayılmır? Yox, qəza ilə heç bir əlaqəsi yoxdur. Amma namazı bəlkə də namazı qəza gedəcək. Mən namazını işim yoxdur. Səid Yusifli yazır, salam hacıya. Salam hacı, niyə səfərdə namaz 2 rükət qılınır? Baxın, fikir məsələlər buyunda yoxdur. Baxın, biz bəndəyik də, biz əbdik. Əbd öz zövqü ilə yaşamamalıdır ki, Rəbbin istəyinə yaşamalıdır. Burada səndən 4 istəyən, orada səndən 2 istəyib. İndi bəşər axı biraz öyrəşir, görürsən, ibadətə ilə qapanır ki, mən belə öyrəşmişəm, mənə deyməyin. Başa düşürsünüz? Mən orada da 4 qılmaq istəyirəm, mənə çətin deyil. Bilirsiniz, biz bəzi şeyləri, hər şeyin hesablamasını istəyirik, materiya aləmi ilə məhdud eləyək. Mənim fiziki bədənimə çətin deyil. Axı biz bilmirik ki, o kirkətin mənim ruhumla nə əlaqəsi var. Başa düşürsünüz? Biz bilmirik zikirlərin mənim ruhumda vurduğu təsirlər nədir, gördüyü təsirlər nədir. Biz əbdik. Rəbbimiz bizdən elə istəyib. Bitdi. Yaxşı. Rəbbimiz burada 4 istəyən, orada 2 istəyib. Hə, hikməti Allah yanında. Hikməti Allah yanında. Hikmətsiz Allahımız bir iş görməz. Həkimdir Allahımız. Aydındır. Hikmətlidir Allah. Sözsüz ki. Amma burada sənin ubudiyyətin çıxır önə. Bəndəçiliyin çıxır önə. Sən də o bəndəçiliyin imtihanını verirsən. Ver imtihanı, Allah qəbul etsin. Gözəl, bəli. Muradlı yenə yazır, bayaq onun sualını səsləndirdi. Yuxularımda sabah olan bir çox işləri görürəm. Hətta bizə kim gələcəksə yuxuma girir, bəzən də qorxuram. Gələndən qorxur, nədən qorxur? Baxın, indi Allah hərdən bir lütf edir də insana. Müəyyən qədər yuxularda nəsə ilham eləyir. Amma da yuxuda gördüyün hər şeydə daha 100%dir, bu anlamada gəlmir. Xüsusi insanların yuxusu ki, məsələn, görsən, ariflərin yuxusu olub, övliyaların yuxusu, peyğəmbərlərin yuxusu olan hələ yuxusu reallıqdan başqa bir şey də deyil. Amma məsələn, müəyyən qədər bəzi hadisələrə Allah orada işarət eləyə bilər, göstərə də bilər, amma həmişə də danışmaq olmaz. Hər yerdə, hamıya da danışmaq olmaz. Bəzi neymətlər var, danışılanda əldən çıxar biləsiniz. Bir mövzu danışırdım, sizə neymət necə əldən çıxır. Bir də budur. İnsan ki, başlayır neymətdən çox danışmağa, lazım olmayan yerlərdə ziyanlarından biri budur ki, əldən çıxa bilər. Müğayət olsun. Salam əleykum. İmam Zaman ağa Ramazan ayında zuhuru haqda bir məlumat varmı? Buyurulub ki, cümə günü inşallah zuhur edəcək. Hədislərdə belə bir mövzular qeyd olunur, cümə xüsusilə qeyd olunur. Leyla Səmədova yazır, hacı, mənim uşağım olmur deyə niyyət edib tutmuşam, Allah qəbul edərmi? Ramazan ayının orucunu, Ramazan ayının orucu kimi tutun. Başqa niyyət eləməyin, çünki o oruc sizə vacibdir, Allah qəbul etsin. Amma inşallah orucluqda, tutduğunuz orucda, axşam, bilirsiniz də, iftarda xüsusilə duanın qəbul olan anıdır. Yəni, gündəlik nə qədər dua eləsə duaların qəbul olan anıdır. O anlara dua eləyin. Allahdan istəyin ki, Allah salih bir dənə övlad versin. Xülasə, dualardan da biri, o inşallah izah verəcəm, bir də yaxşı övlad istəmək deyə biləsiniz. İndi onu deyəcəm inşallah. Salih övlad, bəli, Allah qismət eləsin inşallah bu xanıma da, digərlərinə də. Deməli, harada qalmışdıq, salam, Allah can sağlam nəsib etsin. Hə. Türkanə İbrahimova yazır, salamun əleykum. Sualım yoxdur, Allah can sağlığı nəsib etsin sizlərə. Sayənizdə hicaba keçdim, ibadəti daha da sevdim. Allah qatında məqamınız yüksək olsun. Sevindirdiniz məni, sevindim. Allah şahiddir, çox sevindim. Mənə də dua eləyin. Mənim həyatımın sevinci zaten bulardır. Bu sözlərdir. Yəni, bunu eşidəndə həqiqətən çox sevinirəm ki, belə bir hal baş verib. Allah sizi öz nəzərində saxlasın, Allah sizi öz xüsusi lütfünü nəsib eləsin. Elhamdülillah.
Əli Əliyev yazır, salam, sabahınız xeyir, dəyərli insanlar. Mənim xəstə qızım var. Onu həftədə 3 dəfə şəhərə gətirirəm müalicə üçün. Oruclu halda yol getməyim günahdır mı? Fikir sualıdır da, Oqtay müəllim, keçin. Oruclu halda yol getmək olar, qoy deyim, qalmasın. Oruclu halda yol getmək olar, müşkülü də yoxdur. İndi baxır, axı səfərə çıxdın, zöhürdən sonra çıxsın, heç bir eybi yoxdur. Zöhürdən qabaq çıxsın, səfər uzun olarsa, orada məsələn zöhürdən qabaq çıxsın, pozulma ehtimalı var. Çünki da zöhürdən sonra kep çata bilərsən və s. Amma zöhürdən qabaq çıxıb, zöhürdən təzədən qayıdacaqsan, zöhürdən öncə qayıdacaqsansa, o yolda da məsələn açmamısansa orucu davam eləməz. Ona görə şəri sualda bunu sualınvara yönətsinlər zəhmət olsun. Hüseyn Əskərov, selamun əleykum, Allah sizdən razı olsun. Sualım budur ki, etdiyim günahlara görə artıq namazlarımdan uzaq qalıram. Bu halətdən necə qurtula bilərəm? Bu halətdən qurtulmağın yolu Peyğəmbərimiz buyurdu Ramazan ayında fəfukkuha bil istiğfar. Əl-qolunuz zəncirlənib etdiyiniz günahlara görə açın o zəncirləri istiğfarlarınızla, tövbələrinizlə. O günahlara tövbə eləyin, Allahdan bağışlanmaq diləyin, Rəbbinizə sığının, inşallah nə olar? Allah yol açar və orucunuzu tutun, ibadətlərinizi eləyin. Elə bu günlər fürsətdir, bu günlər nə qədər ibadət eləsəz, çox faydasını da görərsiniz. 124 min Peyğəmbərin ən üstünü kimdir? Ümumiyyətlə, varmı biri digərindən daha üstün? Tilkə rusul fəddəlnə bə'dəhum ələ bə'din. Quran deyir ki, Peyğəmbərlərin bəzisindən üstündür, amma bizim Peyğəmbər Xatamul Ənbiya deyir, ənə əvvəlül muslimin, mən ilk təslim olanlardanam. Burada təslimiyyətdən məqsəd, ilk təslim olmaqdan məqsəd məqam baxımından təslim olmaqdır. Yəni, ən uca zirvədə dayanmışam, Qab-ı Qovseyn o ədnadır. Peyğəmbər çox gedib yüksəkliklərə yetişib, zirvələrə yetişib. Ona görə də başqa yerdə Allah buyurur ki, bütün Peyğəmbərləri öz ümmətlərinə şahid gətirəcəm. Cinə bikə alə haulai şəhida. Səni də bütün Peyğəmbərlərə şahid gətirəcəm. Bizim Peyğəmbər bütün Peyğəmbərlərdən üstündür, sözsüz ki. Maşallah. Səməd Novruzlu, salam, sabahınız xeyir. Mən bir ruhi xəstəyə övladımdır. Ona qulluq edirəm, oruç tuta bilmirəm. Nə dərəcədə doğrudur? Bilmirəm, nə əlaqəsi var o oruç tutmamaq ilə. Birincisi, belə deyim də, o övlada ki, əziyyət edir yəqin ona. Bu əziyyətin müqabilində bilin ki, Allah sizə xüsusi mükafatlarını verəcək. Allah səbr ilə inayət eləsin. Çətin bir vəziyyət, başa düşdüm. Amma orucunu tutmamaqla onun heç bir nəyə yoxdur, əlaqəsi yoxdur. Yəni, çətinliyə görə orucu saxlamazlar. Həzrət Zeynəb salamullah aleyha müstəhəbbi ibadətini belə eləmədi. O günün çətin günü 18 dənə yaxınını itirən bir insan, içində 2 dənə övladı var, qardaşının balaları var, qardaşları var. Onun gecəsi gecə namazını qəza eləmədi. Bəzi vaxtlar elə bəşərin dəyəri, qiyməti o çətinliklərdə Allahı unudurmu? Unutmurmu? Orada çıxır üzə. Biz Rəbbimizlə hansı yol ünsiyyətdəyik, nə vəziyyətdəyik? Baxın, orada da insanın qiyməti daha çox çıxmağa başlayırsa. Allah özü kömək olsun. Dəhşət. Orxan Ağayev yazır, selamun aleykum. Hacımıza bir sualım var. Mən haqqımı haram etmişəm yoldaşıma. Bunun mənim ruzimə nə kimi təsiri var və uşaqlarıma nəsə bir ziyan ola bilərmi? Ən mühüm haqlardan biri ailə haqqıdır, bilsinlər. Ata-ana haqqı öz yerində, ailədə kişinin boynunda olan haqq, qadının kişinin boynunda olan haqq çox mühüm haqlardan biridir. Həm mənəvi yolda, kamal yolunda maniyədir, bir. Həm ruzi məsələlərində öz təsirini göstərə bilər, iki. Həm o evdən rəhmətin azalmasıdır, üç. Ailələr bilsinlər, qadın bunu eləyəndə, kişi bunu eləyəndə elə bilməsinlər, rəhmət bir tərəfli çəkilir, yox, ailədən rəhmət çəkilir. Hə, indi müəyyən məqamlar ola bilər, istisna, indi mövzum o deyil də, ailə münasibətləri deyil. O istisna, amma çox çalışın, neynəməyin, bunlar uzanmasın. Özünüz əziyyət çəkəcəksiniz. Selamun aleykum. Keçən ildə həyat yoldaşım da sizə baxa-baxa imsaq etdi bu ildə. Ailəmizin qonaqlarısınız, sanki Rəbbim sizi qorusun. Acı dua edinlər. Çox sağ ol, çox sağ ol. Allah sizin ailəni qorusun, hifz eləsin, Allahın nəzərində olasın. Təşəkkür edirəm. Daha sonra Namik Xəlilov yazır. Salam, sabahınız xeyir. Allah sizləri qorusun, hacılar. 10 yaşında uşaq yarım gün oruç tuta bilər. O tuta bilər, tuta bilər. Bəli.
Digər bir sual Qız uşağıdırsa, birdən artıq 10 yaşında vacib olan ərəfəsidir. Yəni, bax, onu yazmıyor. Eyb yox onda. Zəhmət olmasa yazsın, əgər bizi yenə izləyirsə. Hüseyn Əskərov yazır, salam, Allah tutduğunuz orucları qəbul etsin. Sualım budur ki, hədislərimiz hardan bilə bilərik ki, keçmiş dövrdən bu günümüzə qədər dəyişdirilməyib? Baxın, necə Qurani Kərim o dönəmdən bu dönəmdən gəlib çatıb bizə, qoruyublar, saxlayıblar. Qurani Kərimi də Allah Peyğəmbərə deyib də, Peyğəmbər də neyniyir? Bizlərə dedi, gəldi, yetişdi bizə. Necə Peyğəmbər dedi Qurani Kərimi, Peyğəmbərə vəhy olur da, düzdür? Necə qorundu, necə saxlanıldı? İndi həmən Peyğəmbər hədis deyib. Hədislər də qoruna bilməzmi? Saxlanıla bilməzmi? Nə məntiqdir ki, biz deyək, yox, Quran qalmalıdır, hədis getməlidir. Niyə? Aydındır. Hə, o Quran haqqında deyilib, ayə deyilib ki, biz onu qoruyacaq. Allah möcüzəvi, başqa möcüzə şəkildə qorunmur ki, yəni insanlar əli ilə qoruyub da. Düzdür? Yəni, belə deyil ki, məsələn, istəyiblər sırf qeybdən qorunub. Necə qorunub? Qeybi yardımlar olub. Amma insanlar, iman əhli, müsəlmanlar qoruyublar, saxlayıblar. Necə bunu qoruyublar, saxlayıblar? Hədisi də qoruyub saxlaya bilərlər də.